Qonşu deyir ki, mən icazə vermərəm, mənim həyətim girib dağıdasınız. Xətt yenilənməlidir. Sumqayıtda kanalizasiya suları aylardır küçə boyu axır. Avtomobil yolu keçilməz hala düşüb. Sakinlərin verdiyi məlumata görə küçədə kanalizasiya suları yol boyu axır. Nəticədə həm nəqliyyatın, həm də piyadaların hərəkəti çətinləşib. Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi Hüseyn Ərəblinski küçəsindəyik. Bu küçədə təqribən 100-dən çox ailə yaşayır. Onların iddiasına görə artıq bir neçə aydır ki, kanalizasiya xətti bax gördüyünüz bu formada küçə boyu axır. Onlar bildirirlər ki, kanalizasiya xətti artıq istismar müddətini başa vurub və problemin həlli üçünsə hər hansı bir addım atılmır. Üfunətli qoxu, yolun çirkab suları ilə dolması, əraziyə yaxın yaşayan ailələrin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bizdə kanalizasiya liniyası tutulub. Bəli. Bunu yeniləmək lazımdır. Bəli. Buna kömək lazımdır. Dövlət tərəfindən kömək lazımdır ki, bu təzələnsin. Bu bir günlük deyil, 2 günlük deyil. Biz də burada qonşuyuq. Hamımız, yəni ki, bu iyin qoxunun içindəyik. Nə uşaq gedə bilir, nə böyük gedə bilir. Çox biabırçılıqdır. Axır ki, buna bir əncam çəkilsin də bizim də. Yəni ki, nədən yaranıb ki, belədir? Nədən yaranıb ki, yəni bir yaxda dedim ki, biz burada 30 ildir buradayıq. Burada qabaq 5 nəfər üçün, 6 nəfər üçün çəkilən kanalizasiyadır. Plasma 100-lük torbadır. Yəni ki, o da nədən ki, torbadır da yaprağı bir-birinə yapışıb, ona görə də bu su getmir. Yəni xətt yenilənməlidir. Xətt yenilənməlidir. Bu bir mənalı olaraq. Yəni ki, bu da ki, cəmaatın gücü çatan döyür. Vətəndaşların sözlərinə görə problemin kökündə kanalizasiya sisteminin köhnə və istismar müddətinin başa vurmuş olması dayanır. 25 ildir bax, elə 25 il demək bu vəziyyətdəyib kanalizasiya çəkilən. Çünki mütəxəssis işləməyib. Ondan sonra da əhali artıbdı. Yəni kanalizasiya turba da məhv olub gedibdi. İndi də bu turba gedib ana liniyaya qoşulan yerdə bir qonşunun həyətindən keçir. Bunlar da gəliblər, qonşu deyir ki, mən icazə vermərəm, mənim həyətim girib dağıdasınız. Güya elə əllərinə onu bayraq eləyiblər ki, başqa imkan yoxdur, mütləq bu buradan keçməlidir. Buradan keçmir, başqa bir yerdə var. Özləri gəlib mütəxəssis kimi baxsınlar, mən həmən yeri onlara göstərim. Yol yenir, həmən dedikləri yerdən 3 metr, 4 metr o yana. Oradan qazacaqlar, həmən xəttə qoşacaqlar və salam. Problem həll oldu. Problem həll olunur. Bəli, yəni kanalizasiya xəttini çəkib ora qoşacaqlar, ana xəttə. Kanalizasiya xətti çəkilmək şərti ilə problem həll olunur. Yoxsa bir dənə gedib oranı qazıb ora qoşmaqla həll olmur, yox. Sistemin daimi istifadəyə tab gətirmədiyi və texniki baxımdan sıradan çıxdığı bildirilsə də, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunmasına baxmayaraq, indiyə qədər heç bir əməlli tədbir görülməyib. Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsi ilə əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, problem barədə məlumatlıdırlar və yaxın günlərdə əraziyə baxış keçilərək vəziyyətin qiymətləndirilməsi planlaşdırılır. Bildirilib ki, problemin aradan qaldırılması üçün tədbirlər görüləcək. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.